Dəyərli İlqar Mebel evi izləyiciləri, gördüyünüz kimi burada müştərimizin mətbəxindən ölçü götürürük və video təşkil edirik ki, sondakı nəticəni siz də görəsiniz. Müştərimizin narazılığı ondan ibarət idi ki, buradakı dolabların ölçüləri kiçik idi və sirtmələrin də həmçinin ölçüləri kiçik idi və az idi. Hətta rəng seçimindən də narazı idi və biz də onun istəyinə uyğun olaraq mətbəxini dizayn edəcəyimizə söz verdik. Və burada ölçülər götürüldükdən bir gün sonra artıq dizayn etdik. Müştərimizə mətbəxini göndərdik. Müştərimiz burada mətbəxi təsdiq edib və hazırlanma prosesi başlayır. Hazırlanma prosesi isə 10 gün ərzində bitir və müştərimizə mətbəxi təhvil verilir. İndi mən sizi nəticəyə yönləndirirəm. Buyurun, baxın. Əziz müştərilər, İlqar Mebel olaraq MD Akril'dən bugün sizə qəsəbəsində yapacaq müştərimizin sifarişi ilə belə böyük şkafı, kulaklı tefələr. Hamısı da getirir. Bugün yeni model görürsünüz. Nasuslardan çox gözəl görsənir. Demək olar ki, bu da MD-dir, teksturlar MD-dir. Bunun bir adet laminat var, amma başqa teksturlar. Üç şkaflarımızı görürsünüz. Aslında hər zaman var. Sonra gəldik bu şkaflarımızı, bu şkaflarımız mapelər. Bu da aspirator. Geldi. Ha, şokamız var. Geldi silmeler. Silmeler. Yeni marka olarak silmeler. Gözünüz yandan bağlama değil, alttan bağlama silmeler. Hamısı ceketi. Hamısı ceketi. Esasında bu şurada. İç materyalde özünlerdi. Hamısı da bakın. Gözecek silmeler. Yeniden burada da gözünüz göz materyallarında. İçinden doyanlar. Maşallah silmelerimiz de çek. Hamısı gözünüz yapacak. Fantastik bir mikrodalgamız üstünde bir şapka palemiz. Sonra geldi. Takomuz. Sonra geldi. İlgiden. Kalan şapkamız. Sonra adamız gözünüz üstü. Hemen bize falan da biraz daha tutuyoruz. Gözünüz en güzel bu için alavetinde. Şimdi alava şapsı tokalayın. Hem hayırlı olsun. Ne sen araççılığın olmadı? Hayırlı olsun, hayırlı olsun. Allah sizden razı olsun. Sağlığınıza kısmet. Sağ olun, minnettar. Çok sağ olun.